ərəb cəmiyyətində qadınlara verilmiş qiymət hər kəsə məlumdur. Əslində qiymətsizlikdir. O cəmiyyətdə nə ananın hüququ var idi, nə qızın, nə də xanımın. Heç bir hüququ yox idi. Peyğəmbər əleyhissalam xanım Zəhranın misalında qadınlara çox böyük bir hüquq vermiş oldu. Ümumiyyətlə qız övladına, nəslin davamcısı, övladı saymayan ərəblərə örnək verdi ki, həmi nəsil məhz o xanımın vasitəsilə davam edir və həm də xanımın, yəni ailədə qızın rolu oğlanın rolundan yeri gəlsə daha artıqdır ki, nəinki əskik ola. Deməli, Peyğəmbər əleyhissalam xanım Zəhraya anamdır, ona görə dedi ki, onun vasitəsi ilə qadınlara çox böyük hüquq vermiş oldu. Və həmçinin Peyğəmbər əleyhissalam mübarək kəlamlarının birində Fatimə bədənimin bir hissəsidir. Onu incidən məni incidib, məni incidən, mənə əziyyət edən isə Allaha əziyyət etmişdir deyə buyurur. Bədənimin bir hissəsidir sözü də bioloji mənada deyil. Çünki hər kəs bilir ki, Fatimə-i Zəhra Peyğəmbərin qızıdır. Durub cəmaatın içərisində, ay cəmaat, xanım Zəhra bədənimin bir hissəsidir deməklə, yəni mənim qızımdır deməyin nə mənası ola bilər ki? Hamı bilir də bu sənin qızındır. Deməli, burada batini bir məna var. Hər kəs onu qəzəbləndirib məni qəzəbləndirib Allahı. Bunun hamısının incəlikləri var. Fatimə bədənimin bir hissəsidir deməklə bioloji mənanı nəzərdə tutmayıb Peyğəmbərimiz. Necə ki, Peyğəmbər əleyhissalam dində hansı rolu oynayıbsa, xanım Zəhra əleyhissalam da Peyğəmbərdən sonra o az müddətdə həmin rolu oynayıb dində. Və həmçinin Peyğəmbər əleyhissalam bu ifadəni buyurmaqla xanımın həqiqət yolundan zərrə qədər də olsun sapmayacağını, sapmadığını elan eləmiş olur. Kim inana bilər, kim deyə bilər, nəuzubillah, Peyğəmbər Allahın razılığından kənar hərəkət eləyib. Peyğəmbər xanım Zəhra bədənimin bir hissəsidir deməklə, necə Peyğəmbər dində kimdirsə, xanım Zəhra da dində o şəxsdir demək istəyib. Deməli, burada ideoloji bir məna öz əksini tapmış olur.